Retinol layiq nədir? Kimlər istifadə edə bilər? Necə istifadə olunur? Gəlin birlikdə baxaq. Bu retinol kimi təsir edən, amma bitki əsaslı və daha yumşaq bir aktiv kremdir. Tərkibində bakıtiol var. Yəni retinolun təbii alternativi. Bu krem qırışlara qarşı mübarizə aparır, dəri tonunu bərabərləşdirir, nəmləndirir və sakitləşdirir. Retinoldan fərqi nədir? Hamilələr üçün təhlükəsizdir. Həssas dəridə qızartı, quruluq, soyulma yaratmır. Retinol qədər təsirli, amma daha çox yumşaqdır. Necə istifadə olunur? Gecə vaxtı təmiz dəriyə tətbiq edilir. Əvvəlcə toniklə silib, varsa serum çəkib, daha sonra bu kremdən istifadə edirik. Sonda əlavə nəmləndirici çəkmək olar. İlk istifadədə İlk 1-2 həftədə dərimizin alışması üçün həftədə 3-4 dəfə istifadə etməliyik. Daha sonra dərimiz uyğunlaşarsa, hər gün axşam istifadə edə bilərik. 3 ay davamlı istifadəsi məsləhətdir. Kimlər istifadə edə bilər? 20 yaşdan yuxarı qadın və kişilər, həssas, quru, qarışıq, normal dərisi olanlar, ən əsas retinol istifadə edə bilməyənlər. Qeyd edim ki, çox iltihaplı, sızanaqlı dəridə həkim məsləhəti ilə istifadə olunmağı məsləhətdir. Retinol kimi günəşə qarşı həssas etmədiyi üçün istifadəsi çox rahatdır, amma səhərlər SPF 30-50 istifadə etməyi unutmayın.